Bəzi insanlar dünyadan köçməzdən əvvəl özləri üçün yer ayırırlar. Yəni qəbir yerləri ayırırlar. Doğmalarına, yaxınlarına əziyyət verməmək üçün hər şeyi öncədən hazır edirlər. Nazirlər Kabinetinin yeni qərarına əsasən isə bu ləğv olunur. Bu proses ümumiyyətlə olmayacaq. Bəs həmin insanlar ümumiyyətlə bu alqı-satqı müqavilələrini kimlərlə bağlayırlar? Ümumiyyətlə qanunvericilikdə belə bir alqı-satqı müqaviləsi varmı? Alqı-satqı müqaviləsinə gəldikdə isə bu ancaq müzakirə predmetidir hələ ki, çünki kiminlə alqı-satqı müqaviləsi bağlayasan, yerlər ya onda dəqiq auksiyona çıxarılmalıdır, bildirilməlidir ki, burada məsələn bu qəbirstanlıqda 100 vakant yer var və vətəndaş da konkret həmən yerlə bağlı müzakirə edir. Yenə də bu rəsmiləşməlidir, mən də onun tərəfdarıyam. Qəbir yerlərdə və başqa, amma subyektlər dəqiq müəyyən olunmalı ki, burada sui-istifadə hallarına yol verilməz. Ola bilsin ki, bir insan ölümündən öncə hər hansı bir qəbirstanlıqda özünə yer eləsin, rezerv eləsin. Yox, əgər seçim insana ki, mən də yaşadığım bölgədə yaşayıram, bu torpağın oğluyam, vəfat edəndə mən də təbii ki, 1 metri bir torpağa qoyulacam. Düşüncəsi ilə eləyirsə, bu müvafiqdir. Yəni, İslam dini bir insana bunu yasaq eləməyib, qadağan eləməyib, amma heç təşviq də eləmir. Qeyd edək ki, yerlər də qəbirstanlıqdan qəbirstanlığa dəyişir, yəni qiymətlərdə də fərq olur. Bəs bu qiymətləri kimlər təyin edir? Ümumiyyətlə, qəbir yerlərinə qiymət vermək şəriətdə də varmı? Bu məsələnin pula, bazara çevrilməsinə heç kimin mənəvi haqqı yoxdur. Bu bazarlığa biz giririk. Topyekun olaraq biz bu vətəndə yaşayırıqsa, yaxşı mənada qəbirstanlıqlarda rüşvətin kökünü kəsməliyik. Heç olmasa axirətə gedəndə orada rüşvətlə getməyik. Sıxlıq olan qəbirstanlıqda yerin qiyməti və başqa qəbirstanın yerin qiyməti açıq şəkildə bildirilməlidir vətəndaşa. İnternet üzərindən, elektron informasiya vasitə üzərindən bildirilməlidir. Əsas biz minimum düşünən insanların marağını nəzərə almalıyıq ki, bu məsələ həllini tapsın. Qeyd edək ki, qanunla qadağa olsa da yenə də bəzi qəbirstanlıqlarda torpaqlar pulundan satılır. Yəni bəziləri üçün ölmək belə artıq baha olubdur. Fərid Yusifov, Şamo İsmailov, Günəs 13.